Bu video niyə görə yazdım? Dünən getdim bir restorana, gördüm ki, menyu tam dəyişib. Yəni menyu biz oturanda başqa menyu idi, sərgi gələndə menyunu dəyişdiriblər. Bir İtalyan restoranıdır. Neçə ildir buradayam və fikir verirəm ki, Guangzhouda sərgi başlayanda qiymətlər uçur. Bu nə dərəcədə məntiqlidir? Yəni bu qısa müddətdə 15 gün ərzində biraz artıq xeyir etmək nə qədər məntiqlidir? Və belə bir nəticəyə gəldim ki, biznes nöqteyi nəzərdən bu düzgündür. Hər halda bura gələnlər də onun gözünün önünə alır və variantlar axtarır. Aşağı marja ilə işləyən ticarət çox ömürlü olmur. Yəni ticarətin bir tək qanunu var. Ucuz al, baha sat. Təbii ki, müştərinə görə. Hər bir ticarətin marjası onun ümumiyyətlə uzun ömürlülüyü deməkdir. Yəni aşağı marja ilə işləyən mən hələ görməmişəm ki, illərin şirkəti aşağı marja ilə işləyir və ayaq üstədir. Və mən həmişə deyirəm ki, Çinlilər dünyanın ən gözəl ticarətçiləridir. Onlar bu işi yaxşı bilir. Tələbat təklifdən artıq olarsa qiyməti qaldırır, qardaş, eybi yox. Heç bir şey olmaz. 2 manataydı, indi 3 manata alarsınız. 15 gündür də hər şey səngiyəcək təzədən, qayıdacaq öz yerinə. Əsasən bu qiymət artımı xaricilər gedən yerdədir. Dükanlarda və Çin yeməklərində elə bir artım yoxdur. Bacarırsınızsa Çin yeməyi yeyin. Ya da McDonald's həmişə.